Həkim cəmiyyəsi olaraq, dermatoloqlar biz özümüz də iki hissəyə bölünmüşük. Necə ki, bu əvvəllər o ki, dünya yumrudur və yaxud da düzdür. Həkimlər də iki cəmiyyəyə bölünüb burada. Ki, günəş kremi zərərlidir, istifadə eləməyin və yaxud da günəş kremi qış və yay aylarında istifadə olunmalıdır. Mən məsəl üçün günəş kremindən istifadə olunmağını məsləhət görürəm. Niyə? Mənim hal-hazırda öz üzümdə belə studiyaya gəlmişik. Nə olsun? Biz artıq keçid dönəmindəyik, payız fəslindəyik. Baxın, bu ledlər var. Biz çəkim otağındayıq. Bu ledlər belə ultraviyole dediyimiz işıqlar verir bizə. İndi bunun kimyəvi olaraq tərkibinə ensək, bunlar dəridə fototip dediyimiz, özəlliklə 2, 3-cü və 4-cü, hətta 1-ci, 2-ci dəri tiplərində də biz bunu görürük. Dəriyə xüsusi dalğalar göndərir. O dəridə ləkələnmələr yaradır. Bu ləkələrdə Allah eləməsin üstünə düşmədiyimiz zamanda üzdə xoşa görünməz problemlər yaradır. Tutaq ki, düzgün müalicə olunmasa yenə də gətirib çıxarda bilər, dəri xərçənginə bilər, gətirib çıxarda bilər.